Bizə bayağı adını ona görə verirlər. Amma əslində bayağı olan özləridir, biz yox. Bunun səbəbkarı Rəşad Dağlıdır. Biz show biznesdən bilirsiniz nə qədər yüksəkdəyik. Pərviz məndən qabaq meyxana deyib. Boynumuza Allah'da heç bir meyxanaçı elə deyil. Heç bir meyxanaçı Rəşad Dağlı kimi dəyişmə deyə bilmir. Deməzdim səviyyəsiz, orada uyğun gəlmirlər. Muhabbətə çıxıb da söz düzəldib özü üçün. Xoşum gəlmir məndən, mənim yerə bilmirsən. Mən meyxanasının içində ən az müddətdə ən tez tanınan meyxanaçılardanam. Demək, idarə olunması adam deyiləm. Bizim bir nami qaraçuxurluğumuz demək olar ki, show biznesin sən məni heç ilə təəccübləndirə bilmirsən, oxuyub təəccübləndirə bilmirsən, sən məni nə təəccübləndirə bilərsən, geyimi ilə təəccübləndirməlisən. Alim əlimə də yazıblar bunu ki, belə. Neyniyib ki, kişi? Baleli bəy, kəramətə görə meyxana pul qazanmaq üçün asan bir yoldur. Sənət deyil. Buna sizin cavabınız nə olur? Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Ev adamındasınız. Ev adamının bugünkü qonağı sevilən meyxanaçı Balelidir. Xoş gördük sizi Baleli bəy. Xoş gəlmisiniz. Yaradıcılıqda hansı yeniliklər var? Yox, necə gedir işləriniz? Hər şey yaxşıdır. Yaradıcılıqda əsasən meyxana bədaətən olur. Bədaətən deyirik. Arada musiqili meyxanalar yazırıq, musiqili mahnılar yazırıq və bir neçə müğənnilərə də yazmışıq. Amma bir son zamanlar biraz xəstəliyimlə əlaqədar dincəlirəm. Çox bilirsiniz, qışda toylar o qədər də çox olmur, amma biraz da özüm xəstəyəm, çalışıram biraz tənhalığa təkliyə çəkilmişəm. Allah şəfa versin sizə. Sir deyirsə nədən əziyyət çəkirsiniz? Niyə? O sir deyəndə hamı bilir, zob xəstəsiyəm. Məndə zəhərli zob var, onun müalicə alıram. Allah şəfa versin. Düşünmürsünüzmü ki, şairin təkliyə çəkilməsi onun yaradıcılığına da təsir edə bilər, hələ sizin kimi kütləsi olan insan? Ümumiyyətlə, mən bu vaxta qədər cüt şair görməmişəm. Tarix boyu şairlər tək olublar. Çünki şairlər daha ruhən yaşadıqlarına görə. İnsan o ruhən yaşayanda təkliyə çəkilmək istəyir. O ilham da o təklikdə gəlir. O ilham pərisi də, o yazdığın şeirlər də, qəzəllər də təklikdə gəlir. Həm də bir son zamanlar müəyyən hadisələr cərəyan elədi ki, xoşumuza gəlmədi. Yəni mən də bəyənmədim, mənim də xoşuma gəlmədi. Dedim ki, lütf elə tək olsaq daha yaxşıdır. Hansı hadisələrdir o? İndi o bizə qalsın da, hamısını danışa bilmirik. Elə şeylər var ki, hamısını deyə bilmirik. Musiqili meyxana deyəndə ilk ağla gələn Pərviz Bülbül olur. Amma son zamanlar musiqili meyxana sizin də ifanızda çox sevirilir. Bəzi tamaşaçı kütləsi var ki, bunu hər kəsə şamil eləməzdim. Bəzən deyirlər ki, Baləlinin ifasında musiqili meyxana bayaqlaşdı. Bununla bağlı fikirləriniz nədir? Ümumiyyətlə, musiqili meyxana ilk dəfə Molla Məhəmməd bizim ustadımız Maştağalı olub. Bir tərəfində Oxanlı olub, bir tərəfində Maştağalı olub. İlk dəfə o canlandırıb və Nizami Rəmzi. Ondan sonra da Allah ruhunu şad eləsin, cavan rəhmətə gedib bizim ustadımız Elçin. Musiqili meyxananı o deyib. Yəni Pərvizin də tutduğu həmən o nə üçün lovlarda yəqin tanıyırsınız ustadımız Elçinlə o deyib ilk dəfə qəza keçirdəndə sepi düşüb itib. O ərəfələrdə də bir mahnı var idi. Bitdi. Həmən o Kərim yanına gəlib soruşub ki, ay bu qardaş sən sepin hanı? O da deyir düşdü, itdi və o musiqili meyxana elə yaranıb. İndi bu bunun daha dolğunluğu, daha yaxşısını bilir hadisəni. Öz başına gəlib. Və sonra Pərviz Bülbülə bəli, daha çox musiqili meyxanalar deməzdim. Mahnıları, musiqiləri götürdü. Məsələn, xalq mahnıları var idi, musiqilər var idi ki, sevilən musiqilər. Pərviz onları götürdü, biz onları bədaətən dedik. Öyle bir o mahnının nəqarətini götürürdük. Biz də qoşulurduq. Sonra bir papiri moda düşdü, toylarda papiri deyirdik. Yəni Pərviz Bülbülə uğurlu alındı da musiqili meyxanalarda. Amma ondan da qabaq olub da, indi yəni bizim ustadlarımız deyiblər onu. Pərvizdə daha da uğurlu alındı. Nə yaxşı, sənətimizin xeyridir. Sizcə Pərvizlə müqayisə olunmağınız doğrudurmu? Yox, ümumiyyətlə. Pərviz məndən qabaq meyxana deyib. Çox qabaqlardır. Mən meyxanasının içində ən az müddətdə ən tez tanınan meyxanaçılardanam, ən çox sevilən meyxanaçılardanam.
çox gec başlamışam meyxanaya və heç meyxana demək istəməmişəm. Çünki xoşuma gəlmirdi müəyyən hadisələr ki var idi. Xoşuma gəlmirdi. Xarakter olaraq qəbul eləmirdim. Amma sonra bir görsən həyat insanı sən deyən kimi olmur hər şey. Bəzən həyat insanı yönləndirir. Mən hamısından gec başladım. Düzdür, bəziləri ilə həm yaşıdam, bəziləri ilə hətta 1-2 yaş böyükəm də. Pərvizlə demək olar ki, bizim 1 yaş fərqimiz var. Pərviz məndən 1 yaş böyükdür, Orxandan 2 yaş böyükəm, Vüqardan 3 yaş böyükəm. Amma mən çox gec başlamışam, mən az müddətdə tanınmışam. Bəziləri gətirirlər məni, onlarla müqayisə eləyirlər, amma mən istəmərəm kiminləsə müqayisə olunsun. Hər gülün öz ətri olur, hər yeməyin öz dadı var. Ona görə heç mənə xoş deyil, mənə desinlər ki, bala əli güclüdür, yoxsa nə bilim Orxan və yaxud da Pərviz və yaxud da Cahankeş, mənə xoş deyil o sual. Hərəmizin bir dadı var, hərəmizin bir özəlliyi var. Yəni Pərviz daha bir başqa şeydə fərqlidir, mən daha bir başqa şeydə fərqliyəm. Ona görə müqayisə yaxşı şeydir. İnsanlar müqayisə eləməzlər. Baləli bəy, hazırda meyxananın şahı olaraq kimi görürsüz? Mən meyxananın şahı olaraq həmişə demişəm bu sözü və bu gün də deyirəm. Və sabah da gəlsə, sabah da deyəcəm. Rəşad Dağlını görürəm. Mənim üçün yəni meyxanada lider sözü, şah sözü, yəni daha çox idarəçi, idarə etməni ən yaxşı bacaran insan yaxşı şair Rəşad Dağlı idi və bu gün də meyxananın bu vəziyyətdə biraz son zamanlar görürsüz meyxanada efirlərdən də səngiyib, toylarda da azdır. Demək olar pərəm-pərəm bir kərə bir dərədədir. Bunun səbəbkarı Rəşad Dağlıdır. Yəni ondan qabaq olub. Ondan qabaq məsəl üçün Kərim olub. Hegemon meyxanaçılardan olub, Kərim klassik olub, Kərim dahi olub, Kərim də şah olub. Sonra Məşədi Baba olub. Yəni Məşədi Babanın meyxanası, hazır cavablığı danılmazdı. Düzdür, Məşədi Baba daha çox fərdi iştirak eləyib. Heç bir qrupanizm olmayıb, heç bir ortaq olmayıb. Meyxanada dillərdə hərəmiz 2-3 gedirik. Amma Məşədi Baba həmişə tək olub, hamı ilə gedib. Məsələn, Kərimlə də gedib, Ağa Mirzə ilə də gedib, zamanında Elçinlə də gedib, sonra Vüqarla, Aydınla, hamı ilə meydan bölüşüb. Amma tək olmağına baxmayaraq da, yəni onun hazır cavablığı onu da şah deməyə gəlib gətirir ki, biz onu rahat deyə bilirik ki, meyxananın padşahı Məşədi Baba olub. Amma bugünkü günümüz, Allah kömək olsun, Allah qapısını açsın inşallah, Rəşad Dağlıdır. Yəni, mən meyxanaya gəldiyim gündən, gündəmə gəldiyim gündən mən onu görmüşəm və o gedəndən sonra da yəni heç kim tapa bilmədi ki, şəxsən mən balayla gətirim onu yerinə qoyum və gətirə bilmədik. Rəşadın yoxluğu sənətinizə necə təsir elədi? Rəşadın yoxluğu həyatımıza nə qədər təsir edirsə, şəxsən mənim həyatıma nə qədər təsir edirsə, dostumdur. Ümumiyyətlə biz Rəşadla meyxana dostu olmamışıq. Yəni Rəşadın dostu olub meyxanada Aydın Xırdalanlı. Rəşad Vahid qədimdən dostluq eləyib. Məşədi Baba ilə, Kərimlə, Ağa Mirzə ilə, Vüqarla. Mənlə onun Rəşadın dostluğu ümumiyyətlə xarakter uyğunluğu olub. Yəni xarakter olaraq biz bir-birimizə yaxın insanlarıq. O da Yasamalda böyüyüb, mən də Maçdağda böyümüşəm. Elə şeylər var ki, onlar daha çox meyxanaya yaxındır və meyxanaçıda onlar o ideya lazımdır. O gördüyün həyat görüşü ki var, o lazımdır. Bizdə o var. Mənim Rəşadla uyğunluğum xarakter uyğunluğudur. Dost olaraq yaxşıyam. Heç vaxt mən özümü Rəşada tay görməmişəm. Rəşadla heç vaxt mən özümü Rəşada tay görməmişəm. Mən deməmişəm, yəni indi Rəşadla mənim münasibətim yaxşıdır. Mən heç vaxt özümü qaldırıb sənətdə Rəşadın yerinə qoymamışam ki, mən Rəşadın ortağıyam, yox. Mən Rəşadın dostu olmuşam. Bir kiçik qardaş kimi bilmişəm özümü ona. Necə ki, kimlərsə məni böyük qardaşı kimi bilir, mən də Rəşad həmişə böyük qardaşım kimi bilmişəm. Əvvəlki kimi meyxanada qızıl dörtlük niyə yoxdur? Siz heç bunun üçün addım atmısınızmı? Yox, o qızıl dörtlüyün olmamağına səbəb Rəşadın olmamağıdır. Yəni Rəşad yoxdur, ona görə yoxdur. Rəşad olsaydı o dörtlük düzələrdi, 3 nəfər özü ilə olacaqdı. Mən həmişə demişəm ki, meyxanada Rəşad daha çox öndə olur. Yəni mən bunu tərifləmirəm, mən olduğunu deyirəm. Ya da neyəsə görə demirəm. Yəni bir görünən kəndə nə bələdçi. Meyxananın əvvəlki kimi dadı yoxdur. Bu fikirlə razısınız. Sizcə izləyiciləri bu fikrə sürükləyən səbəb nədir? Onu düz deyirlər. Ümumiyyətlə meyxananın əvvəlki dadı yoxdur. Çünki indi bu zamanı dəyişib, dövran dəyişib. Artıq necə deyirlər, süni intellekt var. Artıq çap-çipiti deyirsiniz, nə deyirsiniz, o var. Siz onunla danışırsınız. Artıq heç son zamanlar bir baxırsınız, telefonlardan da o dərəcədə kompüterlərdən istifadə olunmur, evdə olan kompüter. Ancaq hər şey telefondadır, kart telefonda. Yəni zamanə dünya inkişaf eləyib, dövrən daha başqalaşıb və meyxana da eyni tempdə getdiyinə görə insanlar üçün daha adiləşib. Yəni görüblər də, yəni insanlar məndən yenilik görməyəndə mən onlar üçün adiləşirəm.
hər bir meyxanaçının borcudur ki, bəzən məni qınadılar, mən musiqili meyxanalar dediyim, nə bilim onu. Amma mən nəsə qatmağa çalışdım. Gücüm çatanı da mən axı Rəşad baba kimi hazır cavab deyiləm. Ya boynumuza Allah'da heç bir meyxanaçı elə deyil. Və heç bir meyxanaçı Rəşad Dağlı kimi dəyişmə deyə bilmir. Günü bu gündə. Deyə bilmir. Yəni mən onu verə bilmirəmsə əgər cəmaata, mənim kütləmə, məni istəyənlərə öz gücüm çatan nədir? Onu verməyə çalışıram ki, mən bunu bacarıram. Beni var bir işi yarımçıq görəsən. Bir işi yarımçıq görəsən. Ona sənin gücün çatmır, cızmaq eləyirsən. Biri də var ki, bir işi zəif iş, amma mükəmməl bacarırsan. Deyir, Kamil balançı olsa da insan, yaxşıdır yarımçıq, papaqçılıqdan. Papaqçılıqdan bəli. Yəni mən bunu daha yaxşı bilirəm. Mən musiqili meyxananı daha yaxşı bilirəm. Meyxananın özü dedi, onu daha yaxşı bilirəm. Dəyişməni yaxşı bacarıram. Yəni amma Rəşad kimi dolğun, nə bilim Vüqar Biləcəri kimi əruzda, nə gəlin etiraf eləyir. Ərimizin bir dadı var, mənim də dadım bundadır. Mən gördüyüm işdən yapışmalıyam və mənə də heç bir, necə deyim sənə, heç bir kütlə və yaxud da ki, heç bir insan idarə eləyə bilmir məni. Yəni mən idarə olunması adam deyiləm. Yəni elə adamlar var ki, onlar daha çox idarə olunanda daha yaxşı görsənlər. Mən kimi adamlar gərək biraz boş buraxasan ki, öz bildiyi kimi sənətdən nəsə göstərsin, öz bildiyi kimi yaşasın ki, onda nəsə əldə eləyə bilir. Yəni xoşum gəlmir idarə olunmaqdan. Mən də sadə olaraq neynədim? Musiqili meyxanalar çıxartdım. Biraz körpələr üçün deyil, Nupaqadino. Yəni Nupaqadino hamı başladı qınamağa. Əvvəl əl çaldılar. Bir baxışına baxında onun bir 7 milyon, 8 milyon baxışı var. Yəni əgər bu yaxşı şeydirsə, yaxşı şey deyilsə buna niyə baxırsınız? Qoymayın uşaqlarımız da baxsın. Və yaxud da biz orada söyləməmişik, hansısa bir sözdən, pis sözdən istifadə eləməmişik. Nupaqadino nəyə görə tutdum mən o qafiyəni? Körpələr üçün. Qoy onlar da meyxanaya qulaq assınlar. Mənim yadıma gəlir, mən meyxanaya başlamaq istəyəndə ki, cavan idim, uşaq idim də, cavan deyəndə gənc atam deyirdi ki, olmaz. Çünki o zamanın meyxanaçıları, o zamanın meyxanası həqiqətən də, yəni mənim atam icazə vermirdi. Deyirdi ki, olmaz, sən meyxana demə. Amma bu gün mən onu uşaqlar üçün qafiyanı tutdum ki, abalam gəlin, bu da yaxşı bir işdir. Bildiniz, yəni burada biz bu günləri Allah'a şükür hamı məni tanıyır, pis vərdişlərim yoxdur. Heç vaxt olmayıb, içkidə heç vaxt içməmişəm. Bugünkü meyxanaçıları da götürsək, cavanlarını bir ad demirəm, demək olar ki, 10 dənəsindən 9-unda daha belə bir şeylər yoxdur. Amma zamanında meyxananın hansı bataqlıqda olduğunu hamımız yaxşı bilirsiniz. Nəinki meyxananın, musiqimizin də, bəzi aktyorlarımızın da nə səviyyədə olduğunu hamımız bilirdik. Amma bugün dövlətimiz sağ olsun, nəzarət var. Yəni bugün pis vərdişlər yoxdur, bugün daha çox içki içən meyxanaçılar yoxdur, bugün daha çox ibadət eləyən meyxanaçılar var, daha çox dövlətini, xalqını, vətənpərvər meyxanaçılar. Ona görə mənim üçün belə daha yaxşıdır. Yəni mən də ona görə dedim ki, Nupaqadino gəlin uşaqlar da qulaq assın da. Hələ ancaq buna böyüklər qulaq asmalı deyil ki. Bəlkə elə insanların ona görə ağlında meyxana hardasa bayağı sənət kimi formalaşıb əvvəlində elə bir hallar olduğuna görə. Və indi də bəzi kütlə var ki, deyəndə deyirlər ki, meyxanada söyüşlər var, meyxanada narkotik təbliği var. Amma hazırda görürük ki, müəyyən qədər meyxana çəkili düzənlidir. Yenə də insanların psixologiyasına oturda bilmirik ki, bu da sənətdir, bu da ədəbiyyatın, şeiriyyatın bir parçasıdır. Bunun səbəbi nədir? Nə də görürsüz? Bax, mən sizə bir söz deyim, qoy elə olduğumuz zamandan, dayandığımız yerdən danışaq da. Bax, demək olar ki, son bir aydır, çox meyxana gündəmdə deyil. Bəli. Show biznesin gününü görürsünüz də nə gündədir? Əlbəttə. Çünki meyxanaçılar ki, o qədər görsənmir, daha çox show biznes önə çıxar. Show biznesin nə gündə olduğunu görürsünüz, çox bir ədəb, deməzdim səviyyəsiz, orada uyğun gəlmirlər. Yəni o işğal ilə düz gəlmirlər. Baxırsınız vəziyyətlərini görürsünüz, TikTokda görürsünüz vəziyyətlərini, bir-birlərinə nə ismarıclar göndərirlər, nə sözlər deyirlər. Yəni bu hər sahədə var. Sadəcə olaraq meyxana həmişə daha çox gündəmdə olduğuna görə bunu meyxananı gözdən salmaq üçün paxıllıq eliblər meyxana sənətinə. Mən bunu açıq deyirəm, çəkinmirəm, heç kimdən də qorxmuram. Ümumiyyətlə musiqi sahələri deyim və başqa sahələr meyxanaya çox paxıllıq eliblər, çox qısqanclıq yadıblar. Çünki bax məsələn bir Namiq Qaraçuxurlumuz belə, bizim bir Namiq Qaraçuxurlumuz demək olar ki, show biznesin əksəriyyətindən daha çox öndə görsənir, daha çox səliqəlidir, daha çox samballıdır, daha çox elitardır. Düzdür? Bir meyxanaçıdır bu. İndi gör Namiqin yanında bir dənə də meyxanaçı olsa, o tipli, o səviyyədə, demək olar ki, show biznes ümumiyyətlə görsənməzdən. Yəni onu biz görə bilmərik ki, burada show biznes var. Amma Namiq onları təkliyi ilə Namiq Qaraçuxurlunun adı gələndə Namiq daha öndədir.
bu günləri Balaəli bir qafiyə tutur. O qafiyə milyonlarla baxış və yaxud da ki, Balaəli bir tanınmış bir müğənniyə, xalq artistinə bir mahnı yazır, daha çox gündəmdə olur. Başlayırlar qısqanclıq yaratmağa ki, yəni meyxanası da güya nə deyir ki? Necə nə deyir bu? Tarix boyu biz bədahətən deyirik. İndi sən meyxana, hansısa meyxana deyəni içkili vəziyyətdə görmüsənsə və yaxud da hansısa pis vərdişin düşkünü kimi görmüsənsə, onda Balaəlinin təqsiri yoxdur ya. Yəni Balaəli elə şeylər eləməyib heç vaxt. Hamı da tanıyır, hamı da görür və burada isə açıq-aydın efir vasitəsilə hamıya da deyirəm və hər anda, hər dəqiqədə analiz verə bilərəm, yoxlanışına keçə bilərəm. Nəinki bu gün üçün, bundan 10 il qabaqcında. Mən daha çox meyxananı belə görürəm ki, qısqanırlar, paxıllıq eləyirlər, bizə bayağı adını ona görə verirlər. Amma əslində bayağı olan özləridir, biz yox. Röya xanıma bir mahnı yazmışdı, çox populyar oldu, çox sevildi. Yeni hansısa məşhurlarla işləmək fikriniz varmı? Yəqin ki, yəni onlar mənə daha çox lazımdır, daha çox gərəklidir. O dosya deyilən bir şey var da. Yəni mənim dosyama onlar daha çox faydalıdır. Mənim o toyda tutduğum qafiyələrdən, toyda dediyim meyxanalardan daha çox fayda mənim özümə, mənim yazdığım şeirdir, mənim yazdığım qəzəldir, mənim yazdığım mahnıdır, oynadığım kinoda rollardır, hansısa bir reklama çəkildiyimdir, hansısa bir verilişə çıxıb nəsə danışmağımdır. Bunlar mənim dosyam üçün daha faydalıdır. Çünki mən hansısa toyda qafiyə tutub meyxana deməyim. Bunlar daha çünki tarixdə qalır. Mən Röya xanım üçün bir mahnı yazmamışam, 2 mahnı yazmışam. Biri artıq işıq üzü görüb və trendlə də alqışlandı. Demək olar ki, TRT birinci yer oldu. Baxışı da çoxdur, az müddətdə onun 8 milyon, 7 milyon baxışı var deyəsən az müddətdə. İkinci mahnını da yazmışıq. İnşallah bu yaxınlarda yəqin ki, o da işıq üzü görər. İndi özü bilir nə vaxtıdır. İndi inşallah görək də. Yəni mənə daha çox faydalı o işlərdir. Yəni açıq deyirəm. Yəni mənim o hansısa bir çadır toylarında dediyim meyxanalar da mənə xoşdur, yaxşıdır, amma daha çox faydalı o işlərdir. Yazılmış şeirlər, yazılmış qəzəllər, yazılmış meyxanalar. Balaəli bəy, Röya xanıma tez-tez gül göndərirsiniz. Bu ailədə qısqanclığa səbəb olmur ki? Yox, ümumiyyətlə biz hamımız onu çox istəyirik. Röya xanım həqiqətən də bugünkü bizim şou-biznes deməzdim, incəsənətimizdə, mədəniyyətimizdə, musiqimizdə bugünkü gündə öz yəni imzası olan, öz dəstxətti olan bir müğənnilərdəndir. Özə gözəl xanımdır. Yəni elə bir şey yoxdur. Yox, bizdə qısqanclıq olar, məni yaxşı bilirlər, yaxşı tanıyırlar. Əsas evdə inamdır. İnam olanda qısqanclıq da olmur. Amma mən onun özünə də söz vermişəm ki, o hansı verilişə çıxım, ona gül göndərirəm. Mən çünki gül işi ilə məşğul olduğuma görə, mənim öz gül biznesim olduğuna görə hər veriliş çıxır, nə ki, xanıma gül göndərərlər də. Biz onu sənətkar kimi göndəririk o gündür. Yəni sevdiyimiz sənətkar xanım kimi göndəririk. Bəyəndiyimiz müğənni kimi. Ona görə qısqanmırlar. Balaəli bəy, müsahibələrinizin birində demisiniz ki, mən satışı çox bacarıram, ona görə də trenddəyəm. Yəni cəmiyyət, insanlar nə istəyir, mən onu onlara verirəm. Düşünmürsünüzmü, elə meyxana sənətində belə müəyyən bir kütlənin dilində desək, cılızlaşdıran məhz tamaşaçının istədiyidir. Çünki sənətkar, ifaçı özü öz mövqeyini ortaya qoyursa, digər insanların da ağzına belə desək söz verilməz. Meyxananın tarixi belədir ki, meyxana ümumi xalqın arasında olub, çadır toylarında, el şənliklərində olub, belə olub bu. Yəni orada da cəmaət bizdən nə istəyiblər, bizdən qabaq ustadlarımızdan da nə istəyiblər, onu deyiblər. Hətta bilirsiniz də meyxanada verilən qafiyələrin də əksəriyyəti yerdən verilir. Yerdə gələn cəmaət verir ki, bu qafiyəni deyil, ya bu filan kəs bu qafiyəni demişdi. Ustadımız məsələn Ağa Səlim demişdi, bu qafiyəni deyil. Onsuz da zaten biz elə onsuz da cəmaatla işləyirik də, xalqla işləyirik. İstəyir biz bərbər olaq, istəyir meyxanaçı olaq, istəyir musiqiçi olaq. Mən tutalım bərbər olaq. Mənim yanıma əgər cəmaatın bir nümayəndəsi gəlib demirsə mənim saçımı belə qırx və yaxud da çox azalt və yaxud da azaltma, bugün ancaq okulatka elə. Əgər mən o nə istəyir onu eləməliyəm də. Biz də bu xalqın balasıyıq, bu xalqın övladlarıyıq. Bizim də borcumuz ki, onların qulluğunda, xidmətində dayanaq. Yəni ona ad qoymayaq. Onu mən yenə də deyirəm, bayaq siz yenə də gəlirsiniz ora. Onu paxıl insanlar, onu qısqanclıq, onu meyxanadan çox geridə qalan, çox səviyyəsiz, yəni ümumiyyətlə həyatda öz yerini tapmayan insanlar deyir ki, meyxana bayağıdır və yaxud da ki, Pərviz belə elədi, Balaəli belə elədi. Yox, elə deyil. Sən yaxşı baxan insan yaxşı görür, pis baxan insan pis görür. Yəni hər öz pəncərəsindən baxır. Yəni o xasiyyətli, xarakterli adamdır ki, o bizi baxır pis görür. Yaxşı insan baxır ki, yəni burada nə var ki, meyxana deyirik də bir-birimizi təhqir eləmirik, söyləmirik, deyirik, gülürük və sizə inandırım ki, siz baxın meyxana olan toylara da baxın, meyxana olmayan toylara da baxın. Siz abu-havadan görəcəksiniz ki, bura nə lazımdır. Burada sən demə bu insanları şən eləyən, sevindirən meyxana imiş ki. Yəni
Biz xalqın içindən gəldiyimizə görə biz underground deyirlər, nə deyirlər bu kəlmə habidə çıxıb bir də söz düzəldib özü üçün. Yəni biz millətin, xalqın içindən çıxdığımıza görə göy bizi aşağı səviyyəli bilirlər. Yox, əksəriyyət, yəni mən sizə deyim ki, biz show biznesdən bilirsiniz nə qədər yüksəkdəyik. Siz bilirsiniz nə qədər artığıq. Yəni Allahın nəzərində, xalqın nəzərində, cəmaatın bizi sevənlər, xəridar kütləsinin nəzərində. Show biznes demək olar ki, biz onları baxırıq, belə görürük. Yəni çox yuxarıdan baxıb görürük onları, bildiniz? Amma indi onlar da bizi bəyənmirlər. Biz bəyənmirik söhbəti deyil. Bizə toxunmasalar biz heç vaxt. Ümumiyyətlə şairlərə toxunmasan, şairlər çalışırlar ki, olduğu mövzulardan yazsınlar. Tarix boyu belə olub. Yaşadığı dövrün haqsızlığından yazıb, incəsənətindən yazıb, musiqisindən yazıb. Şairlər belə ilhamlanırlar da ki, şair gördüyü şeydən yazar. Bu gün də biz gördüyümüz şeylər deyirik. Bir də bizim çıxdığımız efirlərdə meyxanaya baxın, bizə deyirlər ki, show biznesdən bir dənə meyxana deyil. Biz söz tapa bilmirik onlara deməyə. Çox az sayda tərifli adam var ki, biz onu tərifləyək. Ona görə özümüzü o yerə qoymuruq ki, nə deyək ki, təhqir eləməyək, tənqid eləməyək, qoy getsinlər, lazımdır bizə. Tərifə layiq adam da çox azdır. Bir keçən səfər deyəsən Tarix Əliyevin verilişində idi, yoxsa kiminsə verilişində idi. Ruslan var ya, o Mişvabadlı meyxanası, o ilə bir yerdəyik. Tarix Əliyev dedi ki, Vestolik dedi ki, bizə bir dənə qafiyə tutun, show biznesdən deyin. Həmin ərifədə də hansısa bir nə qalma-qal idi, özləri bilirlər. Dedilər ki, biz meyxana deyin bunlar barəsində. İnanırsınız ki, biz yaxşı söz tapa bilmədik deyək olan barəsində. Qalmaqal barəsində yaxşı fikir nə olar? Ümumiyyətlə qalmaqal yox, ümumi show biznesi götürdü ki, kimindən tərif eləyək, kimindən yaxşı söz deyək. Gördü ki, burada çox az sayda 2-3. O da meyxana da elə bir şeydir ki, adamı ən azı bir 8 bənd deməliyik. Bu 2-3 adamı necə 8 bəndə yerləşdirir ki, 2-3 dənə də həriyə bir bənd düşür dedim, qutardı. Bunun səbəbi nədir Balaylı bəy? Yəni onların bizi bəyənmədiyi çirkinləşməyinin səbəbi nədir? Nəyin? Show biznesin. Nəyə görə? Çünki hər şeyi bağlayırlar trendə. Hər şeyi bağlayırlar, biz brendik. Biri deyir, mən burada, buranın yiyəsi mənəm, biri deyir, buranın ağası mənəm. Biri deyir, mən trendəm. Nə bilim, belə baxırsan ki, səs yoxdur, sənət yoxdur, bildiniz necə? Ümumiyyətlə, Alim Qasımov, Allah onun ömrünü uzun eləsin. Bizim əmmimizdir, bizim dayımızdır. Sənətkar kimi də xalqa yararlı insandır. İnsan kimi də xalqa yararlı insandır və böyük kimi də onun gəldiyi yol, seçdiyi yol biz zamanlara, bizim hər birimizə, nə olsun ki, biz meyxanaçıyıq, muğam oxuyan deyilik və yaxud da ki, birimiz sindizator ifaçısıyıq. Bütün zamanlara, bütün musiqiçilərə, bu incəsənətə dəxil olan insanların hamısının onun sənət yolu bir örnəyidir. Görürsünüz, kişi bir dənə araqçın qoyur başına, ya bir də buxara papaq qoyur başına, bir ciletka əynində. Heç onu o qədər də qınamırlar, onu o qədər bilirlər ki, Alim Qasımov, xalq artisti, nə bilim, şöhrət ordenli. Amma görürsən, onun sənəti, onun geyimini də, onun qoyduğu papağı da, o hətta efirdə təsbih belə çevirsə, çox aşağıda qalacaq. Görsənməyəcək onu təsbih çevirməyi. Çünki bu insanın o qədər böyük sənəti var ki, o qədər böyük ürəyi var ki, o qədər gözəl oxuyur ki, sən bunda səhv tapa bilmirsən. Bildin? Yəni, bunun səsinin məlahəti, bunun oturuşu, duruşu, hər şeyi üstələyir. Yəni, mən belə sənətkar olmaq istəyirəm, arzumdur. Mən heç vaxt elə sənətkar ola bilmərəm bəlkə də, amma hər insanın bir gəldiyi yol var, bir arzusu var. Mən də istəyirəm ki, kaş mən də elə sənətkarlardan olum ki, mən yamaqlı şalvarla da evdə çıxsam, heç kim onun fərqində olmasın ki, heç kim onun fərqinə varmasın ki, balaylı yamağı. Yəni, o qədər yaxşı bir şeir deyə bilim, qəzəl deyə bilim ki, mənim xalqım ancaq onu görsün məndə. Yəni, indi belə sənətkarlar belə azdılar. Olmadığına görə də, o səs olmadığına görə də mən məcburdur ki, yəni necəsə geyinsin, ki, nəsə görsənsin, nəsə görsətsin və yaxud da ki, nəsə qalmaqal eləsin ki, çünki başqa ilə sən məni təəccübləndirə bilmirsən. Mən də tamaşaçıyam, oturmuşam divanda, bax, bu da o televizor. Mən ona baxıram. Sən məni heç ilə təəccübləndirə bilmirsən, oxuyub təəccübləndirə bilmirsən. Sən məni nə təəccübləndirə bilərsən? Ya geyiminlə təəccübləndirməlisən, ya qalmaqal salmalısan, ona qırğın, oyla dava, buna söz atdın. Bu da cəmaata maraqlıdır da, bildiniz, nə qədər oturarlar, xəbərlərə baxarlar və ya nə qədər oturarlar, Ronaldo futbola baxarlar ki, insan fərdiliyi axtarır, insan başqa şey axtarır, fərqliliyi tutmaq istəyir. O belə olur, ona görə də bu gün deyil. Yaxşıları da var, amma çox azdır. Alim Qasımov, səhv eləmirəmsə, xırda bir meyxana demişdi. O şairlər tərəfindən belə desək, tənqidə çevrilmişdi ki, Alim bəyə yaraşdırmırıq meyxana desin. Yox, meyxana deməmişdi, rep demişdi. Aha. Rep demişdi. Özə reperlər sevinə-sevinə dedilər ki, nə yaxşı.
Mən bir alim, müəllim, rep şairlərin dedi. statusunda İnsanda da oxudum həvəsini ki, göstərdi. Vallahi yox, bu olmur, alim bəyə yaraşmır, bizim ağsaqqalımız belə eləyəndən sonra biz başqalarına nə deyək? Vallahi onu yazanlar alim müəllimin yerində olmaq istəyirlərdi. Mən sizə söz deyim ki, hansısa meyxanaçıya, hansısa bir müğənniyə, hansısa bir xanəndəyə, ifaçıya kommentariyalar var, rəylər yazırlar. Mən şəxsən mənə yazılan rəylərin demək olar 10%-nin 9-u meyxanaçılar özləri yazırlar. Mənim yerimdə olmaq istəyən meyxanaçılardır. Yəni adi adamın nəyə ehtiyacı var ki, görürsən? Ya yaxşı yazıcı, və yaxud da ki, heç yazmayacaq, nə maraq. Məndən xoşum, mənim əgər sizdən xoşum gəlmirsə, sizin məndən xoşunuz gəlmirsə, mən niyə sizə fikir bildirməliyəm ki? Heç baxmıram. Belə bax, mən görürəm, bəzən görürsən əlimdə telefon, TikTokda baxıram. Görürəm xoşuma gəlmir. Vallahi elə olur ki, baxıram beləsinə, deyirəm orada çıxat olur da, bilirsiniz. Deyirəm orada əngəlli var. Da mən onu bir daha görmək istəmirəm, bildin? O əngəllərim heç mənim də TikTok da elədir ki, Instagramdır. Nəyə çox baxdınız, onu da çox görəcəksiniz. Bildiniz? Birinə ki, 1 dəqiqədən çox vaxt ayırdınız, o davamiyyətli olaraq gəlir. Baxma, çevir. Xoşum gəlmir məndən, mənə niyə rəy bildirirsən ki? Alim müəllimə də yazıblar bunu ki, belə nəyib ki, kişi, bir də balaca meyxanə, bir balaca rep deyib, insan içindən gələn duyğusunu, içindən gələn bizə olan sevgisini və yaxud da repə olan məhəbbətini göstərib. Nə olar ki, biz efirdə çıxdıq, muğam oxuduq, bizi topa gülləyə tutdular. Amma Təyyar müəllim sağ olsun, Məsum müəllim sağ olsun. Çıxdı dedi ki, bala elə oxuyub ki, xaric oxumayıb. Biz muğam oxuyanıq, ustadlar bizim ustadlarımız olan muğamımız. Dedi, bala elə xaric belə oxumayıb. Bəzi müğənnilər baxsın ki, necə muğam oxumaq lazımdır. Heç bəziləri muğam oxumağı bilmir. Biz muğam oxuyan deyilik. Bizim içimizdəki muğama qarşı olan sevgimiz, məhəbbətimizdir. O bizim anamız Layla ilə böyüdü bizi. Bizim zümzüməmiz, o bizim anamızdan gələn eşqdir. O Layla ilə muğama olan məhəbbətimiz o Laylaydan gələn eşqdir. Bilirsiniz necə? İndi bunu da yazdılar da, balaylı muğam oxuyur, nə bilim, falan kəs muğam oxuyur. Yəni nə var bəyəm ki burada? Nə yaxşı ilə qane olurlar, nə hazırda tutduğun mövqe ilə də qane olurlar. Ümumiyyətlə həyat belədir, hər şey belə. Yemək də bişirəndə duzu heç vaxt çox tökməyin. Siz bir xanımsınız, ona görə deyirəm. Az tökün ki duzu. Desinlər ki, gör orada duz var. Özü hərə öz ağız dadına görə düzəltsin duzunu, yeməyin istiyotunu, dadını. Yəni biz elə öz istədiyimiz kimi hər yeməyi düzəltsək, hər insanın qabağına qoysa, onu qəbul eləməyəcək. Deyəcək ki, mən bu çox duzludur, mən çox duzlu xoşlamıram. Mən bayaq ona görə dedim ki, mən cəmaatla nəyə görə işləyirəm? Mən sırf cəmaat nə deyir, onu eləmirəm ki. Onun da istəklərinin yaxşılarından seçirəm. Onundan 5-nin istəyə görəm yaxşıdır, yaxşısını seçirəm. Bir istəyimi də özüm qoyuram üstünə və bir qafiyə ərsiyə gətirirəm. O qafiyə maraqlı olur. Yoxsa elə mən sırf onun dediyi kimi desəm və yaxud da o sırf məndən gözləyir, elə desin ki, heç nəyə maraq göstərməsin, gəl birdən balaylı desin, mən qulaq asım. Onda da maraq olmaz axı. Yəni biz bir-birimizi tamamlamalıyıq da. Bu ümumiyyətlə həyat belə bir şeydir. Tərəf müqavillərinin olmalıdır. Həyatda görsən deyirəm təkəm, neçə vaxt evdəyəm. Tənhalıqdır. Görsən yeni bir iş yoxdur. Ancaq nə yaza bilərəm? Şeir, qəzəl, o da mən öləndən sonra mənə lazımdır. Bu gün şeirə, qəzələ o qədər bu gün şeirə, qəzələ o qədər maraq göstərmirlər də, bilirsiniz də. Bu belədir. Bugünkü gündəm, bugünkü lazım olan şey o şeir, qəzəl deyil. Bu gün ya qalmaqaldır, ya bir dənə heç muğam oxuma, xaric oxu ki, səni sevsinlər, sənə nə bilim baxsınlar, nəsə gündəmdə olasan. Ona görə hərənin öz zövqünə uyğun olmaq üçün gərək bir-birimizi başa düşək. Bax, bizim burada oturmuşuq, biz tandem yaradırıq. Düzdür? Siz bir xanımsınız, mən bir kişiyəm, siz mənə sual verirsiniz. Mən də çalışıram sizin suallarınıza həm özümə tərəf cavab verirəm ki, həm məndən sizə ziyan gəlməsin, həm sizdən mənə ziyan gəlməsin. Bir-birimizi başa düşürük, bu daha gözəl olur da. Baləli bəy, kəramətə görə meyxana pul qazanmaq üçün asan bir yoldur, sənət deyil. Buna sizin cavabınız nə olur?